Selamun Aleyküm ve Rahmetullah. Deməli, qardaş profillərə qoyulan şəkillər barəsində soruşur. Xüsusən o şəkillər ki, o şəkillər nemət əks etdirir. Kimi öz xoşbəxtçiliyin ifadə edən şəkilləri qoyur. Kimi hansısa istirahətdə olduğu yerlərin şəkillərini qoyur. Kimi hansısa restoranda yediyi yeməklərin şəklini qoyur və s. Qardaşlar, ümumən və yaxud bacılarım, ümumən əvvəla belə şəkilləri qoymaq insanların həsədinə, gözünün səni yıxmasına səbəbdir. İkincisi də həmçinin kasıb qardaşların üzülməsinə səbəbdir. Başqalarına yazığın gəlmirsə, yəni onların üzülməsini nəzərə almırsansa, heç olmasa qoy özünə yazığın gəlsin. Başqalarına yazığın gəlmirsə, heç olmasa qardaş özünə yazığın gəlsin. Belə şəkilləri qoymaqla özünü gözə, həsədə fəda etməklə, öz əlləriniz ilə özünüzü, uşaqlarınızı, rahat həyatınızı təhlükəyə atmayın qardaşlar. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur: göz dəvəni qazana, insanı isə qəbrə salır. O başqa bir rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm gətirir ki, Allahın qəza qədərindən başqa ümmətimin başına gələn bir çox xəstəliklər, bəlalar, ölüm hadisələri gözdəndir. Aydındır, yəni normal hədisdə nəzərdə tutulan nədir? Şeyx Albani hədisi səhihləşdirib. Normal məsələn ölüm hadisələri olur, yəni gözün xaricində. Onlardan başqa bu bir şeylərin səbəbi gözdür. Peyğəmbər sallallahu aleyhi ve sellem başqa bir rəvayətdə buyurur: əgər qəza qədəri üstələyən bir şey olsaydı, o da göz olardı. Ona görə qardaşlar, bu məsələni xəfifə almaq lazım deyil. Bu məsələyə həddən artıq ciddi yanaşmaq lazımdır. İstər sən bu şəkli, belə deyim, bu şəkilləri istər acıq vermək niyyətlə qoy, istər nemət əks etdirmək niyyətlə qoy, istər başqa niyyətlərlə qoy, nəticə etibarı ilə səni eyni nəticələr gözləyir. Nəticə etibarı ilə səni eyni nəticələr gözləyir. Yəni niyyətlərin fərqli olması səni o nəticənin zərərindən sığortalamır. Ona görə qardaşlar, nəfslərinə uyub belə şəkilləri paylayanlar başlarına, uşaqlarına, mallarına gələn sıxıntılardan şikayət eləməməlidirlər. Necə ki, ibadətin gizlində olanı əfsəldir, eləcə də mal dövlətin qardaşlar. Ona görə də, əziz qardaş və bacılarım, belə əməllərdən çalışın, uzaq durun. İnsanların diqqətini özünüzə cəlb etməyin, cəlb etməməyə çalışın. Onların dərdlərinə dərman olmağa çalışın. Kasıb, ehtiyac əhli olan insanları üzməyin. Həmçinin bir-birinizə də, yəni gözünüz dəyməməsi üçün bir-birinizə həmişə dua edin. Necə ki, dilinizi, bugün qardaşların çoxsu, dilimizi inşallah kəlməsinə alışdırmışıqsa, eləcə də malında, əhlində, ailəsində rahatçılıq, xeyir gördüyümüz insanlara gözəl dua etməyə dilimizi alışdırmalıyıq. Onun malına Allah bərəkət versin deməyə alışdırmalıyıq. Baxmayaraq ki, qəlbimiz bunu istəməyə bilər. Yəni o duaya dilimizi alışdırmalıyıq ki, Allah qəlbimizdən o həsəd atəşini məhv eləsin, boğsun. Şeyxülislam İbn Teymiyyə rahmetullah aleyh buyurur: həsəd hər bir qulun qəlbində var. Onu ancaq ixlaslı insanlar boğub məhv eləyər. Aydın qardaşlar. Sizə bir hadisə danışım. Bir dəfə bir qardaşı gördüm ki, evinə kabab alır. Soruşdum ki, qardaş, əlhəmdülillah sənin həyatında hər bir şərait var. Yəni hökumət evində yaşamırsan, bina evində yaşamırsan. Niyə özün çəkmirsən? Qardaş deyir ki, qonşularımda imkansız ailələr çoxdur. Ət almağa imkanı olmayanlar çoxdur. O tüstü Allah bilir nə qədər yayılacaq, 1 kilometr, 2 kilometr, orada nə qədər ehtiyac əhli var. Yəni onlara əziyyət verməmək üçün gəlir buradan alır, aparır ailəsinə. Ona görə qardaşlar, bax əsl İslam budur. Belə şeyləri fikirləşmək lazımdır. Həmçinin, yəni belə şəkilləri qoymağın
başqa zərəri, çünki suallar çox gəlir. Belə şeylərlə tez-tez adam rastlaşır və səbəb olaraq da elə bir şey görsən, ailələr gəlir, problemlərini danışır. Görürsən ki, səbəb olaraq gəlir, görürsən ki, bax belə şeylər çıxır. Yəni necə? Yəni belə şəkilləri qoymaq cəmaatın ailəsinə söz-söhbət çalırsan. Sən gündə orada-burada gəzdiyin şəkilləri, bir gün çayın qırağında, bir gün meşənin qırağında, bir gün dənizin qırağında, bir gün bahalı restoranda yemək yeyərkən, bir gün evdə pişirdiyin gözəl bir şəkli və s. belə şəkilləri profilə qoyanda kasıb ailələrdəki qadınlar da sabah ərlərindən belə şeylər tələb edirlər. Və gücü çatmayan birindən də belə şeyi tələb eləmək onun ailəsinə söz-söhbət salmaqdır və yaxud onun ailəsini dağıtmaqdır. Ona görə əziz bacılarım və qardaşlarım, belə şeylərə görə çalışın. İmkan dairəsində məcbur qalmadıqca, yəni belə şəkilləri heç vaxt profillərə qoymayın. Əks təqdirdə cəza əməlin növünə görədir. Qardaş və bacılar, cəza əməlin növünə görədir. Allah bu qoca dünyada nə qədər zənginləri kasıblıqla, nə qədər sağlamları xəstəliklə, nə qədər güclü insanları zəifliklə, nə qədər təkəbbürlü, lovğa insanları zəlilliklə imtahan eləyib. Qardaşlar, bu qoca dünyanın kimə nə vaxt hansı oyun oynayacağı bəlli deyil. Ona görə bu məsələlərdə qardaşlar və bacılar, yəni çox diqqətli olmaq lazımdır. İnsan nə qədər nemət içərisində yaşayırsa yaşasın, insan nə qədər arxain həyat yaşayırsa yaşasın, insanın sabah başına nə gələcəyi bəlli deyil. Hər dəqiqənin öz hökmü var. Dünya yumru dünyadır. Bugün üstündəsən, sabah altındasan. Bugün sağlamsan, sabah xəstəsən. Bugün verənsən, sabah alansan. Bugün sənin əlinə baxırlar, bəlkə sabah sən onların əlinə baxacaqsan. Ona görə qardaşlar, belə şeylərə həmişə fikir vermək lazımdır. Və son olaraq da, yəni Allahın nemət bəxş etdiyi kimsələrə, istər zəka, istər elm, istər gözəllik, istər güc, qüvvət və s. var, dövlət, şan, şöhrət, elə insanlara da tövsiyəm hər zaman Peyğəmbər sallallahu aleyhi və səlləmin bu duasını oxusunlar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allahümmə inni əuzu bikə min cəhdil bələ və su'il qada və dərəkis şəqa və şəmətətil ədə. Allahım, bəlanın mənim üzərimə hücum eləməsindən və yaxud qəflət gəlməsindən, ağrıdıcı qədərlərdən və bədbəxtçilikdən və düşmənlərin mənim üzərimə toplaşmasından, cəm olmasından sənə sığınıram, ey Rəbbim. Ona görə qardaşlar, nə qədər nemət içərisində qərq olsan da, həmişə bunları fikirləş və Allahın ipindən hər zaman möhkəm yapış. Peyğəmbər sallallahu aleyhi ve sellem başqa bir hədisdə buyurur, Bəzədətu minəl iman. Sadə yaşamaq, sadəlik imandandır. Sadə yaşayan insan özün gözdən də, həsəddən də, müəyyən bir çox fitnələrdən də özün artıq Allahın izindən sığortalamış olacaq. Allah bizi eşitib faydalanlardan eləsin. Sallallahu aleyhi ve sellem alə nəbiyyə Muhammed və alə alihi və sahbihi və səlləm.